Salam dostlar. Bugün yenə də sizlərlə Changan Kuan A05 2025-ci model. Bugün sizə mən yerində şarj necə olunur onu göstərəcəm. Maşını yandıraq. Dostlar. İndi biz avtomobilimizi işə salırıq. Budur. Avtomobil işə salındı, amma tokla olduğuna görə motor işə düşmədi. Yerində necə şarj eləmək lazımdır avtomobili? Daxil oluruq bura. Enerji və bunu tam qaldırırıq. Gördüyünüz kimi. Keçən videoda göstərdiyim kimi avtomobilin motoru necə işə salmaq lazımdır yerində. Daxil oluruq mora və bunu basırıq. Bunu basanda avtomobilin motoru gördüyünüz kimi işə düşür və girir enerjiyə. Gördüyünüz kimi yerində avtomobili necə şarj eləmək, toka salmadan necə şarj eləmək olar. Belə deyək, düzdür, benzindən götürülür, amma ki, yəni lazım olan anda tam öləndə batareyka, belə deyim, yerində şarj eləmək mümkündür. Yenə də daxil olur mora, avtomobili söndürürük, avtomobilini sönəcək və şarj dayanacaq. Yəni bu qədər. Gələcək videolarda avtomobili necə dok stansiyalarda, yəni enerji stansiyalarında şarj eləmək lazımdır, onu göstərəcəm. İnşallah bizlə qalın. Təşəkkür edirəm. Follow, like eləməyi, abunə olmağı unutmayın. Çox sağ olun.